Dəyərli izləyicilər, ETX Maarifləndirir layihəsinin bugünkü buraxılışında həmkarım Əli Qəniyev ilə birlikdə sosial şəbəkə hesablarının qorunmasından danışacağıq. Əli bəy, sosial media hesablarımız kiberdə üçün niyə bu qədər əhəmiyyətlidir? Çünki hesablarımızda fotolar, əlaqələr, yazışmalar və bəzən də maliyyə məlumatlarımız mövcuddur. Kiberdə bunlardan kimlik oğurluğu, şantaj və müxtəlif məqsədlər üçün istifadə edirlər. Bəs hesablarımızı daha güvənli hala necə gətirə bilərik? Mürəkkəb və fərqli şifrələrdən istifadə edin, 2 mərhələli təsdiq etməni aktiv edin, şübhəli linklərə daxil olmayın və sosial şəbəkədə fərdi məlumat paylaşmaqdan çəkinin. Tanıdığımız şəxslərdən gələn linklərə tam etibar etmək olarmı? Əslində xeyr, çünki dostunuzun da hesabı oğurlana bilər. Şübhəli link gəlirsə, həmin linkin dostumuz tərəfindən göndərdiyinə əmin olmalıyıq. Hesablarımız ələ keçirilərsə, hansı hadisələr baş verə bilər? Fərdi məlumatlarımız oğurlanar, dostlarımıza saxta mesajlar göndərilir, hətta maliyyə çizi yaşanıla bilər. Buna görə də hesablarınızı mürəkkəb şifrə və 2 mərhələli təsdiqləmə ilə qoruyun.